Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Hər birinizi yaşamaq gözəldirdən salamlayırıq, xoş gördük deyirik. Ümid edirik ki, biz də sizin evlərinizin sevimli qonağıyıq. Çünki gördünüz, bugün çox dəyərli bir qonağımız var. Hər zaman olduğu kimi hər həftənin çərşənbə axşamı Məlahət xanım qonağımız olur. Mən istəyirəm onun təqdimatını sizlər üçün edim. Belə ki, 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə təltif olunan 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülən Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri, 4 kitabın müəllifi, 23 patentə sahib olan Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova bugün qonağımızdır. Məlahət xanım, çoxdan da sizi görmürdüm. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də bugün gözəl bir gündür. Mən istərdim ki, bugünkü mövzumuz haqqında ətraflı danışaq və daha yeni bir şeylərlə insanlarımızı sevindirək. Hər kəsin sabahı xeyirli olsun, uğurlu olsun. Bugün parazitar xəstəliklərdən, yəni qurd xəstəliklərindən danışırıq. Ümumiyyətlə, həqiqətən, insan sağlam olanda hər şeyin fərqində olur. Və bir nüans var ki, biz iki şeyin dəyərini onu itirdikdən sonra bilirik. Deyirlər, biri gənclikdir, biri sağlamlıq. Bu sağlamlığın da hazırda keşiyində dayanan təbii ki, həkimlərimizdir, var olsunlar, sağ olsunlar. Onların canı sağ olsun ki, bizlərin də bir problemi olanda bizim qeydimizə rahatlıqla qalsınlar. Bugün parazitar xəstəliklərdən danışırıq. Hansı problem varsa onun kökünü mən belə deyim də son dövrlərdə biraz qurcalasan həmin qurdlar çıxır. Bax, nədən qaynaqlanır, niyə var, niyə bu qədər aktivdir bu problem? Baxın, bugünkü həyat tərzimiz özü bunu, necə deyərlər, imkan şərait yaradır. Hər birimiz bugün daha çox bayır yeməklərinə üstünlük veririk, fast foodlara üstünlük veririk. Yoluxma çox asandır. Yəni, parazitar xəstəliyə yoluxma insanlar üçün təbii ki, çirkli əllər vasitəsilə, təmiz yuyulmamış göyərti, meyvə, tərəvəz, bunların hər birindən insan istənilən zamanda parazitə yoluxmaq çox asandır. Və bu baxımdan da, yəni bunun bu qədər yaygın olması, miqrasiyanın olması, xarici ölkələrə getməyimiz, turistlərin gəlməyi və gigiyenik qaydalara normal riayət olunmadıqda və profilaktika olmadıqda təbii ki, bu yoluxma çox rahatlıqla olur. Və orqanizmin immun sistemin zəif olması bu paraziti yoluxmasına daha çox şərait yarada bilir. Və insan hər zaman özünü qorumalı və profilaktikaya üstünlük verməliyik. Amma bugün profilaktik müayinələr, müalicələr çox az olunur. İnsanlar gözləyir ki, tam xəstələnəndə, tam narahat olanda nəyisə axtarırıq. Amma əslində profilaktika çox önəmlidir. Gigiyenik qaydalara nəzarət olunması. Ən çox da, məsələn, biz niyə deyirik uşaqlarda? Uşaqlarda bunları nəzarət eləmək o qədər də asan olmur. Məktəbdən gəlirlər, uşaqlar, məsələn, yolda, bayırda, haradasa nəsə bir şeylər alıb yeyirlər, əllərini yumurlar, gigiyenik qaydalara nəzarət olunmur. Məsələn, məişət əşyaları var, müəyyən, məsələn, tualetlər deyək də, burada gizli bir şey yoxdur. Bəzi yerlərdə uşaqların yoluxması çox rahatlıqla ola bilir. Ona görə yoluxmanın qarşısını almaq üçün ilk öncə profilaktika və gigiyenik qaydalara nəzarət önəmlidir. Və qurdlar 3 qrupa bölünür. Girdə qurdlar, sorucu qurdlar və led şəkillilər. Bunlar demək olar ki, qurd növləri ən çox, məsələn, çox yayılan növləri girdə qurdlardır ki, bu askaridozlardır, angilostomadır, enterobiozlardır, trixofalyozlardır. Bu kimi qurd növləri daha çox yayğındır, toksikaradır. Bunlar çox bugün rast gəldiyimiz qurd növləridir. Amma onu da qeyd edim ki, əslində bugün bunların müalicəsini aparmaq, yəni Nərgiz klinikasında təbii vasitələrlə çox rahatlıqladır. Amma ilk öncə düzgün diaqnoz və müayinə lazımdır. Öküz soliteri led şəkillərə az rast gəlinir. Ona görə ki, bizdə əsasən öküz soliterinə rast gəlinir. Bəzən led şəkilli qurdların, məsələn, el arasında kəpənək qurdlar deyirlər. Məsələn, lapşa, enli belə qurdların növlərindən asılı olaraq bunların
simptomları da, bəzi məsələn bölgələrdə olan qurd növlərinin də olması, endemik zonalarda olan qurd növlərinin daha çox olması, bunlar statistikaya uyğun olaraq biz tənzimləyə bilirik ki, hansı bölgələrdə daha çox, hansı qurd növləri olur. Sorucu qurdlara da rast gəlmək olur ki, abstirxozlar bugün daha çox yaygın olur və bilirik ki, bunlar çox təhlükəli qurd növləridir. Ona görə ən çox bizim çox rast gəldiyimiz ibtidailərdən də, bunu da insanlar, parazitin bir növüdür, amma onu qurd kimi biz bilirik. Və buna görə də insanlar ləmblədir, blastoşistidir, bu kimi qurd növlərini, parazit növlərini də daha çox rast gəlinə bilir. Qurd növlərini sayır sizə, Məlahət xanım. Bunların hər biri ayrı-ayrılıqda orqanizmimizə hansı fəsadlar verirlər ki, məndə bu qurd var, çox fərqli fəsadları var. Bəzən insanlar onları hətta belə düşünmür. Məsələn, indi düzdür, o onların işi deyil, bu həkimlərə aiddir. Onu da xatırladım ki, hər bir tibb işçisinin parazitlərlə mübarizə vəzifə borcudur. Hər bir, istər medsistralar, tibbacılar olsun, istər kiçik tibb işçiləri olsun, istər həkimlər olsun, hər bir kəsin ixtisasından, yəni uski spesialistlər deyirik də, məsələn, nevropatoloq olsun, istər ginekoloq olsun, hər hansı sahə olur olsun, onların da buna nəzarət eləmək və diqqət yetirməyi önəmlidir. Çünki əmrə əsasən 188-ci və 278-ci əmrdə deyilir ki, hər bir səhiyyə işçisinin birbaşa vəzifə borcudur parazitlərlə mübarizə. Bunu nəyə görə vurğulayıram? Çünki elə ixtisaslar var ki, həkimlər deyə bilər ki, bu mənim işim deyil. Siz deyirsiniz fəsadlar. Fəsadları parazitlər bütün sahələrdə özünü göstərir. İstər ürəkdə, istər beyində, istər zob xəstəliyində, istər ginekoloji xəstəliklərdə, istər nevroloji xəstəlik, bütün sahələrə deyərdim ki, təsirini göstərir. Baxın, adicə götürək haşnana qurdlarını və trixanella. Trixanella, burada indi olduqca mən onları göstərərəm. Bunlar enterobiozlardır və trixanella qurdu, bunlardır trixanellalar. Düyüyə bənzər, uşaqlardan tökülür. Elə xəstələrimiz olub ki, valideyn şok yaşayır, bu xəstələrdən o qurd tökülür. Onu valideyn ki görür, nə qədər uşaqdan qurdun töküldüyünü gördükdə özü çox təəccüblənir ki, bu qədər onun uşağında qurd olub. Elə uşaqlar var ki, onda 3 dənə qurd var. Onların hamısı, məsələn, valideyn müalicədə, hansı ki bizim dərmanları içdiyi zaman töküldükdə onları görə bilirlər. Və biz onu qeyd etmək istəyirik ki, qurdun, haşnana qurdunu deyim, haşnana və trixanella qurdu ümumiyyətlə bütün qurdlar birbaşa ali sinir sisteminə təsir edir. Amma bu qurdun fəsadı nevroloji problemlərdə çox-çox dərindir. Haşnana qurdlarına bəzən cırtdan qurdlar da deyirlər, amma tibbdə haşnana qurdları gedir ki, bu da trixanellada çox aşırı uşaqlarda sudurqaları yaranması, uşaqlarda məsələn ani huşun itməsi, epileptik tutmalara qədər gətirib çıxara bilir ki, bu da aşırı əsəbliliyin olmasına, ani, məsələn, görürsən, huşun itməsinə, yaddaş zəifliyinə, yaddaşın geri qalmasında da daha çox bu uşaqlara təsir edə bilir. Ona görə ümumiyyətlə nevropatoloqlar, nevroloqlar klinikamıza bu xəstələri müayinə üçün tez-tez göndərirlər. Və belə xəstələrdə uzun müddət müalicə aldıqda yəni istədikləri nəticəni ala bilmirlər. Çünki haşlananın qurdunu təmizləmək çox çətindir. Və hələ indiyə kimi gələn analizlərin birində mən heç bir klinikada rastlamamışam ki, o qurdu təyin etsinlər. Bu nəcisdə daha çox aşkarlanır və bunun aşkarlanmasını da xüsusi diqqət tələb eləyir və bunun müayinəsi klinikamızda çox diqqətli və dəqiqliklə aparılır. Doktor, qeyd etdiniz ki, bu qurd nəcisdə aşkar olunur. Bəzi vaxt həqiqətən biz klinikalara müraciət edirik. Deyirlər ki, qan analizi ilə qurdun olub-olmamağını təyin etmək olur. Bəziləri deyir ki, hə, nəcislə bunu bilmək olur. Doğrusunu siz bilərsiniz, valideynlər də bilsinlər ki, nə etsinlər ki, doğru cavab əldə etsinlər. Baxın, bu çox gözəl, doğru bir fikirdir və çox da gözəl bir sualdır. Niyə görə? İnsanlarda bir çaşqınlıq yaranır. Bu analizi mən nəcisdə mi verim, qanda mı verim, ya yaxmada mı verim? Baxın, bunların hər üçü keçərlidir və hər üçü dəqiqdir. Bütün dünyada, bütün təhlillər, analizlər
qanda təyin olunur. Bu, Sovet psixologiyası bəzi həkimlərimizdə qalıb və inkar edirlər. Qanda antitellə parazitin təyini mümkündür. Almaniya kimi ölkə, Rusiya kimi böyük bir dövlət, parazitar xəstəliklərin ən çox düzgün təbliğatı, elmi tədqiqatları Rusiyada aparılıb. Bu sahədə ən öndə gedən ölkə, məsələn, 2 gün bundan öncə, keçən həftənin 4-cü ya 5-ci günü Türkiyədən bizim bir qonağımız var idi, universitetdən gəlmişdi. Bizim, məsələn, onlarla bir əməkdaşlıq etməmizi istəyir. Bizim tibbi parazitologiya kitabını götürdü və parazitologiya ilə bağlı bir anlaşma istəyirik. İndi gələn həftələrdə mən gedəcəm və orada o universitetdə hansı məsələlər nə ilə bağlı, yəni onların marağı var, birgə əməkdaşlığımız olacaq. Bunu niyə vurğuluyorum? Biz Ankara'da olan zamanda, Ankara'da böyük bir tədbir keçirildi. Bu tədbirdə biz həmçinin də bu parazitologiya haqda geniş mülahizələr oldu, məruzələr oldu və bugün dünyada ən çox xəstəliklərin törədicisi olan parazitlər haqqında böyük bir fikirlər var idi. Amma qanın təhlilində olmağını həkimlər inkar edir. Və məhz ezanafillərin qanda təyinini biz görürük. Ezanafillərin qanda təyini qanın ümumi analizində ezanafillərin görəndə ki, yüksəkdir, allergik həssaslığı və bunu qəbul edə bilirik, amma antitelin qanda parazitin olmağını qəbul edə bilməyən həkimlər var. Niyə? Bu da bir elmin bir adi bir qoludur. Mən bunu çox araşdırmışam və dəfələrlə ən bahalı reaktivləri almışam və nəcislə də, reaktivlərlə də, onun qanda olan ezanafillərinlə də bunu mən tutuşturmuşam, baxmışam, araşdırmışam ki, eyni cavabı alırıq. Nəyə görə mən bunu vurğulayıram? 2 gün bundan öncə bir pasiyent də gəldi, mənə dedi ki, mən nəcisdə verdim, uşaqda görürəm, amma nəcisdə verirəm analizi dəfələrlə vermişik. 5 dəfə də vermişəm, 7 dəfə də biz onu... Elə qurd növləri var ki, məsələn, onu nəcisdə təyin eləyə bilmirlər. Bu, laboratoriyanın işidir. Laboratoriyada bugün yetərincə parazitlərin təyini üçün həkimlərimiz o qədər maraqlı deyil. Gəlin bunu açıq etiraf eləyək. Mən dəfələrlə görmüşəm ki, valideyn öz şikayətinlə dəfələrlə gördüyü paraziti dəfələrlə bir neçə laboratoriyada verdiyi nəcis analizində aşkarlaya bilmir. Amma qanda bunun təhlili varsa, antitel varsa, bunun istər C forması, M forması, bu aşkarlanırsa, bunu niyə inkar eləməliyik? Sovetlər devrində belə bir üsul var idi. Ləmbulyanın aşkarlanması. Ləmbulyanın aşkarlanması üçün yalnız ən dəqiq üsul zontlama üsuluydu. Zont vasitəsilə A porçiyası götürülürdü və orada diri ləmbulyaların aşkarlanması mikroskop altında mümkün idi. Və ləmbulyanı ancaq o zaman daha dəqiq zontlama üsulu ilə oradan götürürdülər. Nəcisdə gələn ləmbulyalar çox vaxt diri ləmbulyanın gəlməsi mümkün deyil. Çünki nəcisdə ancaq ləmbulya sista aşkarlana bilər. Ləmbulya selik formasında olur və o sistalara görə ləmbulyanın aşkarlandığını sübut edirlər. Baxın, nəcisin isti-isti gətirilib 1 saat ərzində verilməsi heç bir qurda aid deyil. Elə bir üsul yoxdur. Bu, Sovetlər psixologiyasından qalan bəzi yanlış fikirlərdir. Nə mənada? Çünki nəcis isti-isti gələn zaman nə askarida, nə enterobiyoza, nə toksikara, nə obri, heç bir qurda bunun dəxli yoxdur. Bunun yalnız dəxli ləmbulyalar üçündür və ləmbulyada heç vaxt diri ləmbulyanı nəcisdə görmək qeyri-mümkündür. Çünki nəcis vasitəsilə gələn o ləmbulyalar ancaq sistələr aşkarlanır, ləmbulya dəqiq aşkarlana bilmir. Bunu bizim Olga xanım var idi, laboratoriyanın ən gözəl qocaman həkimi idi. Dəfələrlə müzakirə eləmişik, baxmışıq, yoxlamışıq. Burada o fikirlərin hamısı yanlışdır. Nəcisdə isti-isti gələn analizdə ləmbulyanın aşkarlanması bu absurd bir şeydir, mümkün olmayan bir şeydir. Amma zontlama üsulu ilə oradan götürülən A porsiyasında ləmbulya aşkarlanırdı və Sovetlər devrində də bu üsul var idi.
Amma indi nəcisi gətir, sənə hansısa isti-isti gətir, bugün gətir. Nəcis bugün də götürülüb, sabah gətirilərsə, orada qurd yumurtası varsa, ləmbuləsista varsa, o aşkarlanacaq. Və valideyn gözündən bu paraziti görürsə, bu elə analizin ən əsas təməlidir. Bəli. Burada həqiqətən valideyn məsuliyyəti də önəm kəsb eləyir. Valideynlər diqqətli olmalıdır. Çox zaman elə bilirik ki, elə övladımıza sevgi bəxş etməklə hər şey bununla bitir. Deyirsən ki, sənə ən önəmli şey sevgimi vermişəm. Ancaq diqqətiniz də önəmlidir. Həqiqətən Bəli. sizin diqqətinizdən yayınan bir şey gələcəkdə çox böyük fəsadlara gətirib çıxara bilər. Düşünürəm ki, Məlahət xanımın bu açıqlamasından sonra o insanlarda formalaşan yanlış fikirlər, yanlış düşüncələr... Qanda hər kəs rahatlıqla analizi verə bilər, yaxmada verə bilər, nəcisdə də verilməlidir. Bunlar olar. Bizim Gəncə səfərimiz var. Gəncə səfəri var. Nərgiz Klinikasının həkim kollektivi, təbii ki, başda Məlahət xanım olmaqla əziz gəncərlər və Gəncə şəhərinə yaxın olan digər bölgələr. Kim ki səbirsizliklə gözlürdü ki, doktorun qəbulunda olsun, müayinəsindən keçsin və birbaşa elə onun konsultasiyasından sonra müayinəyə də elə doktorumuzla davam etsinlər. Sizə tarixi açıqlayıram. Belə ki, Nərgiz Klinikasının həkim kollektivi may ayının 10 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcəklər. Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. Müraciət etmək üçünsə indidən sizə nömrələr qeyd edəcəm. Diqqətiniz bizdə olsun və qeyd edin bu nömrələri. 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri aktivdir və indidən əlaqə saxlayın. Çünki çox az bir zaman qalıb. Artıq bugün ayın 6-sıdır. Bu da o deməkdir ki, 4 gün vaxtınız var. Vaxtında yazılın. Öncədən yazılmaq mütləqdir. Bunu unutmayın. Düzdür. Mən düşünmürəm kimsə elə həmin gün bilib Məlahət xanımın qəbulunda olmaq istəyirsə, o təbii ki, vaxt sərf edib sizi də qəbul edəcək. Ancaq siz işinizi sağlama alın. Çünki insan axını çox olur həmin görüşlərdə. Önəmlidir. Doktor da nəzərə almaq lazımdır ki, belə sağlam başla, yorğun olmadan, yüksək ruhla öz kollektivi ilə sizi qəbul etsin və sağlamlığınızda hansı problem var? Bu aşkarlansın, bu qurtdandırmı, həzm problemidirmi, qaraciyər öd problemidirmi? Ola bilər saç tökülməniz var, ola bilər dəridə hər hansı bir problemləriniz var. Aknelər, səpkilər. Bəli, bunların hər biri ilə bağlı müraciət eləyə bilərsiniz. May ayının 10 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə görüş olacaq, unutmayın. Mən də qısa bir açıqlama vermək istərdim. Dəri səpkiləri olan, akneləri olan xanımlar həm kosmetoloji, həm mənim qəbulumda ola bilərlər və hər tərəfli müayinələr olunur və lazım olan konsultasiya, məsləhətlər verilir. Və bundan əlavə Könül Nəcəfova, bizim hörmətli nevropatoloqumuz olacaq orada. Yəni istənilən hər bir kəs baş ağrı, yuxusuzluq, insulti olan, məsələn, nevroloji problemləri olan hər bir kəs müraciət eləyə bilər. Bundan başqa da kosmetoloqumuz da orada olacaq. Konsultasiya edib məsləhətlərinizi ala bilərsiniz. Ümumiyyətlə, qaraciyər öd xəstəlikləri, mədə bağırsaq xəstəlikləri, saçın tökülməsi, dəri problemləri olan insanların hər biri istənilən zaman müraciət eləyə bilərlər. Yəni, həkimlərimiz çoxdur. Androloqumuz var, ginekoloqumuz var, nevropatoloq var, kardioloq var. Yəni, tələbata uyğun olaraq həkimlər gəlir və nə lazım olsa istənilən köməkliyi hər kəsə göstərə bilirik. Qısa fasiləyə ayrılırıq. İndi fasilənin ardından bir daha həmin tibb mərkəzləri mən vurğuluyum ki, Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir Nərgiz Tibb Mərkəzi Köhnə TDK-nın yaxınlığında və təbii ki, orada böyük bir həkim kollektivi çalışır. Bu kollektivə rəhbərliyi Məlahət xanım edir. Sağ olsun ki, bax belə təcrübəli, ixtisaslaşmış kollektivi bir araya toplamısınız və xidmət göstərirsiniz. Bu kollektiv də, əziz izləyicilərimiz, yaxın tarixdə Gəncə şəhərində olacaq. İstəyirəm elanı izləyicilərimizlə paylaşaq, verilişimiz son dəqiqələrində bir daha xatırlatma edərik. Nərgiz Klinikasının həkim kollektivi may ayının 10 tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə nevropatoloq, kosmetoloq və tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin
müayinə və müalicəsini həyata keçirəcək. Bilirsiniz, Gəncə elə bir bölgədə yerləşir ki, onun ətrafı da digər bölgələrlə zəngindir və hər birindən də biz dəfələrlə zəng alırıq ki, Məlahət xanım nə zaman burada olacaq? Gəncə və Gəncə ətrafında yaşayan hər kəs, bax bu, belə deyək, müayinə və müalicələrdə yaxından iştirak etmək üçün may ayının 10 tarixində 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrəsi vasitəsilə elə indidən qeydiyyatdan keçərək öncədən yazılmaq mütləqdir. Həmin müayinə və müalicədə iştirak edə bilərlər. Doktor, orada siz olacaqsınız və sizin təbii ki, rəhbərliyiniz altında Nərgiz Klinikasının həkim kollektivi iştirak edəcək. Hansı problemlərdən əziyyət çəkənlər bir daha xatırladaq, müraciət etsinlər? Baxın, təbii ki, yenə deyirəm, nevroloji xəstələr müraciət elə bilər, nevropatoloqumuz olacaq. Bundan başqa kosmetoloji prosedurlar üzrə və öd, qaraciyər xəstəlikləri, mədə, bağırsaq, terapevtik bütün müayinələr və müalicələr olunacaq. Saçın tökülməsidir, dəri problemlərdir, allergik həssaslığı olan insanlardır. Hər bir kəs müraciət eləyə bilərlər. Baxın, gələn aylarda yəqin ki, ginekoloqumuz da qoşular, bəzi həkimlərimiz də komandamız daha geniş olar, amma hal-hazırda olan xəstəliklərlə, böyrək xəstəliklərdir, zobdur, mədə, bağırsaqdır, öd qaraciyərdir, bu xəstələr müraciət eləyə bilərlər. Mən burada onu qeyd etmək istəyirəm ki, parazitin əlaməti olaraq sadaladığımız hansı xəstəliklərdə daha çox aktiv fəsadlar verir. Demək olar ki, ilkin əlamətlər olaraq xəstələrdə ürək bulanma, baş ağrısı, köpün olması, qəyirmənin olması, uşaqlarda yaddaş zəifliyi, aşırı əsəblilik, hiperaktivliyin olması, bunlar hamısı parazitin əlaməti ola bilər. Bəzən allergik həssaslığın artması, həddindən artıq üzdə, dəridə səpkilərin yaranmasına parazitar xəstəliklər birbaşa demək olar ki, təsir göstərir. Çünki, baxın, parazit qurd olduqda nədən bu xəstəliklər arta bilər, nəyə görə bu xəstəliklərin çoxalması mümkündür? Vitamin balansının zəifləməsi, immun sistemin zəifləməsi, bunlar təbii ki, parazit olduqda müşahidə olunur ki, saçın tökülməsində də rolu var, mədə-bağırsaq xəstəliklərində də, zobda da, ginekoloji səbəbsiz sonsuzluqda belə, istər oğlanlarda, istər kişilərdə, istər qadınlarda bunun olması mümkündür. Bu nədən irəli gəlir? Baxın, qurdu olan insanlarda istənilən infeksiyanı yarada bilir parazit. Sidik kisəsinin iltihabında, sistitlərdə də parazitlərin rolu böyükdür. Qadınlarda infeksion xəstəliklərin olması, bəzi xanımlarda həddindən artıq, məsələn, müalicələr alırlar. Onlar bu müalicəni alan zaman o axıntılar, o yaxmada görünən o qnoy, necə deyərlər, iltihabı prosesin ötəsindən gələ bilmirlər. Burada mütləq parazitin olmasından da şübhələnmək və parazitin də müalicəsini aparmaq çox önəmlidir. Və bundan başqa xəstələrdə mədə-bağırsaq probleminin olması, uzun müddət mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən, xoralar olan, bəzən həddindən artıq iltihabı bağırsaqların prosesi olan blastosistlər özü bağırsaq iltihabının yaranmasında başlıca rol oynayır. Ləmblyozlar öd kisəsi, öd axarında olan iltihabların, seliyin miqdarının artması ödün funksiyasının pozulmasına gətirib çıxarır. Mən qısa-qısa belə vurğulamaq istəyirəm ki, yəni insanlar bilsin ki, parazitlər hansı xəstəlikləri törətməyə qadirdir. Və ali sinir sisteminə birbaşa təsir etməsində parazitlərin hər birinin ağız ifrazında toksik təsir var, zəhərləyici deyək, toksik təsir. Bəzən xəstələr deyir, ödüm daşdı. Ödün daşmağı, öddə seliyin miqdarının artması və öd kisəsində seliyin miqdarı artdıqca onun ifrazının çətinləşməsi və o sarılıq əlamətlərinin olması, halsızlıq, yorğunluq, ürək bulanma, sağ qabırğa altı nahiyədə ağrının olması müşahidə oluna bilir. Belə xəstələrdə qəbizliyin ishalla əvəz olunması, bəzən qəbiz olur, bəzən ishal olur. Baxın, görün, hələ qısa bir zamanda saydığımız bu xəstəlikləri məhz parazitlər törədə bilir. Askaridlər özü avitaminozun yaranmasına, A-vitamini, sinkin azalmasında, orqanizmdə bəzi vitaminlərin azalmasına gətirib çıxarır ki, bu da parazit olan zaman immun sistemin zəifləməsi, metabolizmin pozulması
bir çox xəstəliklərin yaranması kimi vitamin balansını zəiflədikdə nə olacaq? Xəstədə halsızlıq, yorğunluq, yuxu basma, həddindən artıq əsəbi, bəli. Bunların hamısı təbii ki, parazitar xəstəlik olan zaman olması mümkündür. Bundan əlavə başqa hansı əlamətlər ola bilər? Məsələn, saçın tökülməsində biz mütləq parazitləri müdaxilə edirik. Niyə? İmmun sistem zəifləyir, vitamin balansı azalır, mədə-bağırsaqda sorulma prosesi normal olmadığı üçün lazım olan vitaminlər, minerallar orqanizmə sorulmur və bu zaman təbii ki, saçların tökülməsi və o toksik təsir olan zaman allergik həssaslığın artması. Allergik xəstələr var ki, uzun müddət allergiyadan müalicə alır, amma heç vaxt parazitin qurdum müalicəsini nəzərə almır. Qurdum müalicəsini, parazitin müalicəsini nəzərə aldıqda o allergik həssaslıq bəzən tez bir zamanda azalır və yoxa da çıxa bilir. Çünki elə xəstələr olub ki, həssaslıqla müraciət ediblər. Biz onların müayinə zamanı baxmışıq ki, bunlarda aşırı, məsələn, allergik həssaslıq var. Nə qədər illərlə allergik müalicələr alırlar, nəticə olmur. Düzdür, allergiya növləri çoxdur və astmatiklər var. Bunlar tam fərqli müalicələrdir. Bizim hörmətli professorumuz Lala Allahverdiyeva da Nərgiz klinikasında fəaliyyətini göstərir və neçə illərdir ki, bizim klinikamızda bütün allergoloji müayinələr və müalicələr aparılır. Burada təbii ki, orada dil altı damcı üsulu ilə bunun müalicəsi var. Bizdə onun xüsusi aparatları var. Onların yoxlama yəni, prinsipləri var ki, bunlarla bu allergik həssaslığın normal təyini mümkündür. Panellərimiz var. Təbii ki, Fransadan, İspaniyadan gətirilən xüsusi prek testlərimiz var. Yəni, bunlar paraziti də nəzərə aldıqda daha effektiv müalicə almaq mümkündür. Ümumiyyətlə, orqanizmdə olan bütün fəsadları, xəstəlikləri yoxlayan zaman yanaşı gedişli olaraq paraziti yoxlamaq heç bir maneçilik törətmir. Dəri xəstəlikləri, uzun müddət dəridən əziyyət çəkən xəstələr var. Məsələn, 2-3 gün bundan qabaq gələn xəstələr, mənim elə xəstələrim var, 5 il, 10 il bundan qabaq da olsa, yenə müraciət eləyəndə qohumu da, özü də klinikamıza müraciət eləyirlər və deyir ki, məsələn, indi anamı gətirmişəm. Amma 5 il bundan qabaq mənim aldığım parazitin müalicəsindən sonra mənim allergik həssaslığım getdi, mənim mədə-bağırsaq problemim getdi, dərimdə olan xəstəliklər hamısı təmizləndi. Məsələn, sadəcə bir misalı göstərmək istəyirəm ki, dərisində problem olan, tək allergik həssaslıq deyil, dəri problemi olan xəstələrin özündə belə parazitin birbaşa rolu var, mədə-bağırsağın rolu var, ödün qaraciyərin rolu var. Əgər paraziti olan insanın mədə-bağırsağı narahat olacaq, paraziti olan insanın öd qaraciyəri narahat olacaq. Çünki askaritlər özü qapı venasına qədər gəlib çıxa bilir. Məsələn, adicə öskürəkləri götürək. Ağciyərdə olan, məsələn, rentgen zamanı krupoz pnevmoniya kimi görünən ağciyərdə, məsələn, olan parazitlərin nekrozlaşmış, bərkimiş hissələri olur. Və bu da rentgen zamanı uzun müddət xəstələr, məsələn, öskürəkdən əziyyət çəkir, onlar bronxlara müalicə alır, öskürək əleyhinə müalicə alır, amma istənilən nəticəni ala bilmirlər. Bəzən parazitin müalicəsindən sonra onlar çox rahatlıqla, tezliklə öskürəkdən azad ola bilirlər. Belə insanlar ümumiyyətlə heç düşünmürlər ki, yəni mən bir dəfədə gedim, bax bu müayinədən keçim. Bəli, parazitin müayinəsi, mən deyərdim, bugün çox önəmlidir və hər kəs üçün lazımlıdır. Buradan qısa bir aksiyamızı demək istəyirəm. Bronxlarla əlaqə öskürəyi olan hər bir xəstə Nərgiz klinikasında Bronxlife çaylarımız var. Onu ödənişsiz, pulsuz deyərdim ki, hər kəs onu gəlib əldə edə bilər. Bizim şəkər əleyhinə olan stop diabet çayımızdır, böyrək çaylarımızdır. Yəni, bunları hər bir kəs istəyən zaman gəlib klinikadan əldə edə bilər. Bu ayın axırınacan bu aksiya davam eləyir ki, bu çayları hər kəs istənilən zaman gəlib əldə eləyə bilərlər. Və mən onu da qeyd edim ki, parazitlərin orqanizmə verdiyi fəsadları biz nə qədər saysaq bitməz. Çünki onun o toksik təsiri qaraciyəri yüklüyür. Qaraciyərdə yaranan hipatoz əlamətlərində də, pi infiltrasiyasında da təbii ki, bunun rolu olması mümkündür. Ümumiyyətlə, mən qeyd edeyim ki, əziz izləyicilərimiz,
Nərgiz klinikasına müraciət edirsiniz. Biz burada bu gündüzü qurd xəstəliklərindən danışırıq, amma hər zaman deyirik. Məlahət xanım da özü vurğuladı, həmin klinikada hansı ixtisaslaşmış həkimlər çalışır. Bu həkimlərlə birlikdə onlar hər zaman çalışırlar ki, bütün pasiyentlərinə daha yaxın olsunlar və bunun üçün məhz Məlahət xanım bilavasitə özünün təşəbbüsü ilə görüşlər tərtib edir. Həmin görüşlərdən biri də bu yaxın günlərdə may ayının 10 tarixində Gəncə şəhərində olacaq. Bax, bunu da unutmayın. Siz həmin belə deyək, görüşdə müraciət etsəniz, necə yararlanacaqsınız, hansı müayinələrdən keçəcəksiniz? Görüş Gəncə şəhəri Logos Psixoloji Mərkəzdə olacaq. Nevropatoloq, kosmetoloq və təbii ki, tibb elmləri doktor Məlahət xanım Qəhrəmanova özü həmin müayinə və müalicələrdə yaxından iştirak eləyəcəklər. Öz qaraciyər, mədə bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinəsi həmin bəs deyək, aksiyada həyata keçiriləcək. Ola bilər, indi bizi diqqətlə izləyirsiniz və sevinirsiniz ki, nə yaxşı, Nərgiz klinikasının həkim kollektivi təbii ki, başda Məlahət xanım olmaqla Gəncəyə gəlir. Nəinki Gəncə əhalisi, eyni zamanda Gəncəyə yaxın olan, Gəncəyə bilirsiniz, dörd bir tərəfdən yaxın olan bölgələrimiz var. Hər biriniz, belə deyək, o müayinə və müalicədə yaxından iştirak edə bilərsiniz. Bunun üçün öncədən yazılmaq mütləqdir, hər zaman deyirik. Sizə indi əlaqə nömrəsi deyəcəm. Hər bir providerdən bu əlaqə saxlayaraq vaxtında və zamanında işinizi sağlama alın ki, həmin müayinədən keçə biləsiniz. 070 226 46 48 022 267 07 07 051 388 70 70 nömrələri aktivdir. Unutmayın və təbii ki, bilirsiniz, ümumiyyətlə, Məlahət xanım özü bilavasitə öt xəstəlikləri, parazitar xəstəliklər, dəri xəstəlikləri, saç tökülməsi, böyrək xəstəlikləri, həzm sistemi problemləri, qaraciyər problemlərinin həlli, bax, bununla bağlı həm pasiyentlərini qəbul edir, onların müayinəsini həyata keçirir və müalicəsi yolunda bilirsiniz ki, artıq qətiyyətli addımlar atırsınız. Bəli, mən bunu da qeyd edeyim ki, buradan hər bir kəsə səslənirəm, ən çox da yaşlı nəsilə. Komfort çayımız var ki, qəbizlik əleyhinə olan çay. Qəbizliyi olan hər bir kəs Nərgiz klinikasına yaxınlaşıb bu çayları əldə eləyə bilər. Bunlar tam ödənişsizdir. Qəbizlik əleyhinə olan çayımızı biz yaşlı nəsil üçün ayın axırınacan aksiya elan eləmişik. Nəticələr əldə olunursa, bilirsiniz, həmin tibb mərkəzlərindən biri də Nərgiz tibb mərkəzidir. Mən vurğuluyum ki, Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir Nərgiz tibb mərkəzi, Köhnə TDK-nın yaxınlığında və təbii ki, orada böyük bir həkim kollektivi çalışır. Bu kollektivə rəhbərliyi Məlahət xanım edir. Sağ olsun ki, bax, belə təcrübəli, ixtisaslaşmış kollektivi bir araya toplamısınız və xidmət göstərirsiniz. Bu kollektiv də, əziz izləyicilərimiz, yaxın tarixdə Gəncə şəhəri. Dərman bitkilərinin farmakoloji təsiri, kimyəvi tərkibi varsa, onların insan orqanizminə təsir mexanizmi var. Hər bir bitkinin düzgün dozalanma və düzgün uzlaşma seçimi olmalıdır. Heç bir tək içilən bitki aylarla termosda saxlanılıb, aylarla qaranlıq yerdə saxlanılıb, haradasa nəyisə saxlanmaq, bu çox yanlış bir fikirdir. Bunu niyə görə vurğulayıram? Bitkilərin tərkibində aşı maddələr var. Bunları düzgün istifadə etmədikdə zəhərlənmələrə belə gətirib çıxara bilir. Hər bir içilən bitkinin 24 saat ərzində içilməsi tövsiyə olunur. Çünki onlar qaldıqca düzgün istifadə olunmayıb, düzgün doza ilə təyin olunmadıqda sonraki mərhələlərdə müəyyən fəsadlar yarada bilər. Ona görə düzgün seçim və düzgün gördüyünüz hər resepti öz üzərinizdə tətbiq etməyin. Yəni, əgər belə deyək də, təbii yolla müayinə və müalicə daha doğrusu olmaq istəyirsinizsə, bunun üçün bilirsiniz ki, Nərgiz tibb mərkəzində Məlahət xanım Qəhrəmanova sizin yolunuzu çox sağ olun, amma yenə də insanlar, biz nənə babalarımız, dədə babalarımız illərlə ilk öncə türkəçarə olub, xalq təbabəti olub, bugün də müasir fitoterapiya var.
bugün dünyanın hər bir yerində fitoterapiya çox önəmli yer tutur və il ərzində həmin o dərman bitkilərinin 20-dən çoxu elmi təbabətə daxil olur. Və bu elmi təbabətdə işlənilən, düzgün istifadə olunan dərman bitkiləri çox faydalıdır. Mən həmişə vurğulayıram, natural qidaya, natural müalicəyə, natural geyimə belə diqqət eləməliyik. Mən keçən verilişlərimizin birində də demişəm, natural geyim özü sağlamlıqdır. Natural təbii vasitələrlə aparılan bütün müalicələr insan orqanizmi üçün önəmli və xeyirlidir. Hətta aromaterapiya belə biz deyirik. Aromaterapiya, yəni o qoxu ki var, hər bir gülün, hər bir çiçəyin, hər bir istifadə elədiyimiz hər bir şeyi insan psixologiyasına, insan orqanizminə böyük bir təsiri var. Amma geyimlər çox önəmlidir. Hər bir mövzuya toxunduq bugün, vaxtımız yekunlaşdı. Elə siz geyim dedinizsə təşəkkür edeyim. Geyimə görə